Aparıcı Leyla Quliyeva ən böyük fobiyasından bəhs edib. Musavat.com xəbər verir ki, aparıcı hündürlük qorxusu olduğunu, reklam çarxına çəkilən zaman paraşütlə tullanaraq bu qorxusundan xilas olduğunu bildirib. Azal üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım. Ümumən, hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən Qırız Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa. Hündürlükdən qorxuram. 2-3 fobiyamdan biridir. Maksimalist mənliyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil. O anda nə fikirləşdiyim. Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda biraz qeyri-adekvat olmuşam. Eyni səhnəni 2 dəfə çəkdik. Siz də baxsanız görərsiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər biraz məsafə var. Onu da qaça-qaça getməlisən və qətiyyən dayanmaq olmaz, fikirləşmək də olmaz, tərəddüd heç olmaz. Ən çətini o bir addım idi. Həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım. Özümü qəhrəman kimi hiss edirdim.